Kirayə qiymətləri hər il vətəndaşların gündəlik həyatına birbaşa təsir edən məsələlərdən biridir. Son illərdə daşınmaz əmlak bazarında müşahidə olunan dəyişikliklər kirayə haqqının artacağı ilə bağlı suallar yaradıb. Bəs görəsən hansı ərazilərdə qiymətlər bahalaşacaq? Mövzu ilə bağlı Misyazda danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri iqtisadçı Vüqar Oruc bildirib ki, istər kirayə, istərsə də daşınmaz əmlakın satış qiymətlərində bahalaşma tendensiyası hər il davam edir. Sadəcə bunun dinamikliyində fərq var. Yəni ötən illər daha dinamik şəkildə bahalaşma prosesi baş verib, hər ildə ortalama 15-20% daşınmaz əmlakın bütün segmentlərində qiymət artımı gerçəkləşib. Amma 2026-cı ildə və növbəti illərdə biraz fərqli nəticələr qarşılaşacağı mən belə ehtimal edirəm. Ötən ilin sonlarında 2026-cı il üçün kirayədən vergilər dəyişdirildi və fiziki şəxslər üçün 14%-dən 10%-ə endirildi. Əslində 14% olmağına baxmayaraq vətəndaşların əksəriyyəti bu vergini ödəmirdilər və qeyri-rəsmi kirayə münasibətləri formalaşırdı. Vüqar Oruc vurğulayıb ki, bu ildən etibarən vergi dərəcəsinin azaldılması və inzibati mexanizmlərin gücləndirilməsi hesabına kirayə münasibətlərində olan fiziki şəxslərdən verginin faktiki yığılması planlaşdırılır. Təbii ki, ötən il heç bir vergi vermədiyi halda bu il vergi verən fiziki şəxslər kirayə qiymətlərinin artırılmasında maraqlı olacaqlar. İlk növbədə 10% əgər bu xərcləri artacaqsa, təbii ki, vergiləri ödəməklə 10% onlara daha az kirayəşindən ödəniş daxil olacaqsa, bunu kompensasiya etməyə çalışacaqlar. Onun sözlərinə görə hazırda ilin ilk dövrlərində yeni mexanizm tam işlək vəziyyətdə olmasa da, sistem tam tətbiq edildikdən sonra kirayə qiymətlərində 5-7% civarında artım proqnozlaşdırılır. Hansı ərazilərdə arta bilər? Bütün ərazilərdə bu arta bilər. Hansı rayonlarda ki, sıxlıq böyükdür, hansı rayonlarda ki, infrastruktur çox inkişaf edib, nəqliyyat əlçatanlığı var, iş mərkəzləri, mollar, müxtəlif dövlət müəssisələri, klinikalar daha çox mövcuddur. İnsanların yaşayışı üçün daha münbit və əlverişli yerlərdir. Həmin yerlərdə qiymətlərin artımı daha aktualdır. Mərkəzə yaxın yerlərdə Yasamal, Nəsimi, Səbail, Nərimanov rayonlarında daha çox digər rayonlara nisbətən qiymət artımının olacağı gözlənilir. Bundan əlavə bizim orta rayonlar var ki, məsələn Xətai rayonu, Nizami rayonu, Binəqədi rayonu belə deyək, orta səviyyədə olacağını güman edirik. Seyranə Quliyeva, Heydər Həsənli, Misya TV.